Hipersonik raketlər nədir? Son vaxtlar tez-tez eşidib videolarını görürük. 1. Sürət həddi. Hipersonik raketlər səsdən ən azı 5 dəfə sürətli gedir. Yəni saatda təxminən 6174 km. Bu raketə minib Bakıdan Gəncəyə 3 dəqiqəyə çata bilərsiniz. Amma əsas məsələ sürət deyil. Onsuz da adi ballistik raketlər düşüş anında hipersonik sürətə çatır. 2. Manevr qabiliyyəti. Bunların ballistik raketlərdən əsas fərqi atmosferdə sivil manevr edə bilmələridir. Ballistik raketlər bəlli bir trayektoriya ilə hərəkət eləyir. Amma hipersonik raketlər istiqamətini dəyişib hədəfdən yayına bilir. 3. Müdafiə çətinliyi. Bu raketlər o qədər sürətlidir ki, hazırki hava hücumundan müdafiə sistemləri onları aşkar etməkdə və vurmaqda çətinlik çəkir. Radar sistemləri raketlərin hara zərbə endirəcəyini hesablamağa vaxt tapmır. 4. Texnoloji çətinlik. Bu raketləri düzəltmək çox çətindir. Onların 3 əsas böyük problemi var. 1. Dəhşətli istilik. Raket hava ilə sürtünəndə 2000 dərəcədən çox qızır. Bu istilikdə adi materiallar şam kimi əriyir. Ona görə də xüsusi materiallardan istifadə olunmalıdır. 2. Rabitənin kəsilməsi. Raket o qədər sürətlidir ki, ətrafındakı hava plazmaya çevrilir. Bu plazma qalxanı radio dalğalarını bloklayır. Raketlə əlaqə kəsilir və onu idarələmək çətin olur. 3. İdarə etmə çətinliyi. Bu sürətdə hava beton kimi sərtləşir. Raketi azca döndərmək belə onun havada parçalanmasına səbəb olur. Mühərrikin içində yanacağı yandırmaq isə qasırğada kibrit yandırmaq qədər çətindir. Ona görə də bu raketləri düzəltmək müasir elmin ən çətin tapşırıqlarından biridir. Yaxşı, bəs siz bunları bilirdiniz? Ümumiyyətlə sizdə hansı raketdir? Hipersonikdir? Şərh.